Ədədin sadə və ya mürəkkəb olduğunu bilmək istəyiriksə, ədədin üzərinə 1 gələrik və yaxud da 1 çıxarıq. Əgər 1 gələndə və yaxud da 1 çıxanda ədəd 6-ya bölünürsə, deməli həmin ədəd sadə ədəddir. Məsələn, deyək ki, 121 ədəd. 121 ədədindən 1 çıxarıq, neçə qalar? 120. 126-ya bölünürmü? Bəli, bölünür. Deməli, o zaman bizim ədədimiz nədir? Sadə ədəddir. Və yaxud da desək ki, 119. 119-un sadə və ya mürəkkəb olduğunu bilmək istəyiriksə, 119-un üzərinə 1 gələrik, eləyir neçə? 120. 126-ya bölünürmü? Bəli, bölünür. Deməli, 119 ədədi də nədir? Sadə ədəddir. Mürəkkəbi də yoxlayaq. Baxaq məsələn. Hər hansı bir ədədimizi götürək. Deyək ki, 120 demişkən 122 götürək. 122-nin sadə və ya mürəkkəb olduğunu bilmək istəyiriksə, məsələn, 122-nin üstünə nə gələrik? 1 gələrik. 120 edər 3. 123 6-ya bölünürmü? Xeyr. Deməli, onda 122 ədədi mürəkkəb ədəddir. Və yaxud da 122-dən 1 çıxarıq, edir 121. 121 6-ya bölünürmü? Xeyr. Deməli, 122 ədədi mürəkkəb ədəddir.